Peyğəmbər Allah insandan soruşacaq ki, ömrünü harda keçirdin? Əlində bir ömür var idi, qüdrətin vardı. Musa Peyğəmbər adi əlində olan əsasını belə sevgi ilə istifadə elədi. Sən bu ömrü sevgi ilə istifadə edin ya sevgisiz? İnsanlara, Allahın bəndələrinə faydalı keçdi, yoxsa sən bu ömründən, ömür qüdrətindən insanlara ziyan vurdun, insanlara zərbə vurdun? Misallar, evdə ata ilə davranış, ana ilə davranış, valideynlə davranış, uşaqla davranış, övladla davranış. Bu nemətlərdən necə istifadə edin? Bu sualı bizə verməklə əslində bu demək deyil ki, Allah bilmir, mən də cavab verməliyəm ona ki, necə istifadə edəm. Yox, bizə izah eləmək istəyir ki, baxın, diqqətli olun. Siz bunlardan maksimum yararlana bilərsiniz. Misallar, Allah bizdən soruşur ki, bir vaxt əlimizdə məktəb var idi. Universitet oxumaq şansı vardı. O zamandan necə istifadə edəcək? Misallar, bir vaxt böyük bir alim sizin qarşınızda idi. Allah rəhmət eləsin, Hacı Şahin. Ondan nə kimi istifadə edəcək? Bunlar hamısı sualdır. Misallar, nə itirmişik? Bu itirdiklərimiz vardı. Əlimizdə olanda nə kimi istifadə elədik? Mən misal olaraq bir ustayam, bir zərgərəm, bir din xadimiyəm, həkiməm, müəlliməm. Əlimdə elm var, nə bilim, tibbi ləvazimatlar var, tibbi sadə təhsilim var. Universitet müəllimiyəm, mən şeir yaza bilirəm. Bu qələmdən, bu kimi dəyərlərdən necə istifadə elədin? Əvvəl Allah soruşur ki, bu nədir? Bu nə deyəndən görün, bilir bu əlində olan nə boyda neymətdir. Ona görə soruşur ondan.